Değerli izleyiciler, bir daha salamlayırıq. İlk öncə başımızın tacı olan, bizlər üçün, xalqımız üçün, rahat, sərbəst azadlığımız üçün canından keçən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib gecəni səhərə qədər sızıltı ilə açan qazilərimizin və veteranlarımız, şəhid qazilərimizi çıxardaraq şərəf sermənləri torpağımızdan çıxartdılar. Allah onlara can sağlığı versin və bu günləri isti soyuq bilməyən səngərdə xalqımızı, vətənimizi üçrəkli bayraq altında qoruyan və əsgərindən zabitinə kimi hərbçilərimizi salamlayıram. Allah şəhidlərimizin ruhunu şad eləsin və bu günləri biz Cənub bölgəsi, Lənkərandayıq. Məqsədimiz də Biləsuvar qəhrəmanlar deyər gəlməyimiz. Bizim qazimiz Eyvaz qardaşımızın, Qasımov Eyvaz qardaşımızın ocağımızda olmağımızın bir məqsədi var. İnşallah öz dillərindən işləyəcək. İlk öncə çəkilişi etdik. 2 nəfərin köməyinə, hətta yeriyə bilməyən Eyvazov, Qasımov Eyvazın ocağında olduq ki, biz qardaşımız müraciət etmişdi ki, biz onların ocağında olaq və ətraflı Eyvaz qardaşımızla söhbətlərimiz olacaq. Yəni sizlər də izləyəcəksiniz. Bu günləri Eyvaz qardaşımız həqiqətən 44 gün vətən müharibəsində güclü şücaət göstərərək şərəfsiz ermənilərimizi torpaqdan çıxardaraq təki vətən sağ olsun deyən qəhrəmanlardan olub. Hətta antiterror döyüşündə qardaşımız vuruşaraq, şücaət göstərərək bu vəziyyətə düşüb və bir şey nəzərinizə çatdırıram ki, ancaq hal-hazırda çox maraqlı bir şeylə rastlaşırıq ki, adına qazi dediyimiz, biz özümüz onu qazi kimi tanıyırıq, ancaq bugün dövlət tərəfindən bizim bu qardaşımıza nə qazilik verilib, nə medalları var. Yəni bugün cənab prezidentimiz İlham Əliyev hər bir torpaq uğrunda bədəninin müəyyən hissəsini qurban verən igidlərə medalla və qazi adından layiq görülənlərə qazilik verib. Və bu gün isə baxırıq, başının bir tərəfi yox, boynunla deşik, hətta yeriyə bilmir, qıçından sol əli işləmir. Bu gün 2 nəfər köməkli ilə hətta yeriyə bilməyən bir insana necə qazilik verilməyə çox maraqlıdır. Bu gün mən ilk öncə Cənub bölgəsi Lənkəran şəhərinin icra başçısına özümü tutub xahiş edirəm. Bir vətəndaş kimi, mən bir vətəndaş kimi Biləsuvardan durub bura gəlirəmsə, özümə borc bilirəmsə, şəhid sevər, qazi sevən bir insan kimi gəlmişəmsə qardaşımızın probleminlə maraqlanmağa sizdən də xahiş edirəm. Çünki bugün birinci xahiş edirəm. Ona görə ki, bugün sizi cənab prezidentimiz hər bir bölgədə bir icra başçısı ona görə qoyub ki, ölkədə hər bir bölgənin bir problemi, hansı bir vətəndaşın problemi olarsa, bugün gəlib Biləsuvarda və yaxud Lənkəranda, Masallıda, hansı bölgə olmağına baxmayaraq icra başçısına müraciət edirlər və bütün problemləri deyirlər və ona görə də dövlət başçısı tam arxain olaraq ki, hər bölgədə bir icra başçısı var. Ancaq bugün isə vətəndaşlıqdan əlavə boynunda bir məsuliyyət olaraq 30 il işğal altında olan torpağı 44 gün azadlığı uğrunda bədəninin müəyyən hissəsi ilk döyüşlərdə qurban verən igidimiz, hətta antiterrorda bu vəziyyət yaranıb, hələ bu gün də qazilik adına layiq görülmür. Ona görə xahiş edirəm cənab icra başçısı Lənkəranın, sizdən artıq dərəcədə xahiş edirik ki, bu vətəndaşla ətraflı maraqlanasan. Ola bilsin məlumatın yoxdur. Ancaq biz bunu çəkiliş edərək sizlərə çəkiliş vasitəsindən çatdırırıq. Və sualımız atası, anası yanımızdadır. Atasıyla da, anasıyla da sualımız və söhbətlərimiz olacaq. Asaqal, sizi də salamlayırıq, anamız sizi də salamlayırıq. Hər ikisinin qarşısında baş əyirik. Çünki ona görə bu rahat, sərbəst azadlığımız sizin kimi qəhrəman ana və qəhrəman atalara borcluyuq ki, bu belə övladları dünyaya gətirərək bizim 30 il işğal altında olan torpağı göz qırpmadan irəli gedərək azad etdilər. İstədik elə ilk sözü atadan götürək. Özü təqdim edərdin. Qasımov Arzuman Nəzaflıoğlu. Asaqal, çox gözəl. Çox gözəl. İstərdim ki, övladın haqqında qısaca da olsa məlumat verəsən. Buyur. Eyvaz Qasımov deməli 2010-cu ildə əsgərə yola getdi. 2011-də gəldi. 2013-də Ramil Yusufovun rəhbərliyi ilə 150 nəfər seçildi. Daxili qoşuna götürüldü, Gəncəyə göndərildi. 2013-dən 2016-ya kimi daxili qoşunda çalışıb, aprel döyüşlərində də iştirak edib. Ondan sonra çıxdı, müqavilə qutardı. Ondan sonra getdi Tovuza. 812-yə.
812-də kəşfiyyatçı, tuşlayıcı vəzifəsində idi. Elə bir ki, orada Toz döyüşlərində güllə yarası aldı dizindən, bir də 8 dənə də qalpa. Bir ayağında 7 dənə, bir ayağında da 1 dənə. Elə güllə dəyən hissədə. Orada həmin günü də Polat Haşimovun elə bir güllələmişdilər.